Salam, mən Sevinç Məmmədova. ...2004-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişəm. İxtisasca həkim laborantam. 16 ildən çoxdur ki, tibb sektorunda fəaliyyət göstərirəm. 2 ilə yaxın bir vaxtdır ki, Referans Klinik Laboratoriya Mərkəzində hematologiya bölməsinin şöbə rəhbəri vəzifəsində çalışıram. Hematologiya bölməsində qanın ümumi analizi, qan qrupları, Coombs reaksiyaları, eyni zamanda geniş koloqramma, faktorlar, protein analizləri həyata keçirilir. Bölməmizdə icra olunan analizlər standartlara uyğun olan tam avtomat analizatorlarda həyata keçirilir. Etrofitlərin çökmə sürəti belə avtomat cihazda icra olunur. Bu bizə həm dəqiq, həm də qısa bir vaxt ərzində nəticə əldə etməyə səmərəli vaxt qazandırır. Sağlamlığını bizə etibar edən hər bir pasientin nəticəsi bizim üçün dəyərlidir. Vaxtında dəqiq və düzgün diaqnozun qoyulması biz laborant həkimlərdən asılıdır. Hər bir düzgün nəticə sağlam gələcək və sağlam ailədir.